İndi başlayaq dünyanın diqqət mərkəzində olan hadisədən. Putin və Trump bu ilin ən uzun telefon danışığını həyata keçiriblər. Fikrinizcə, Ukrayna müharibəsində bütün bu məsələlər, bu müzakirələr hansı dönüş nöqtəsi ola bilər? Təbii ki, Rusiya-Ukrayna müharibəsi gedişatında biz Ukraynanın cəbhə xəttində müəyyən taktiki üstünlüklərini görürdük. Həmçinin Amerika Birləşmiş Ştatları da Tomahawk raketlərinin Rusiyaya verilməsi barədə də bəyanatlar verdi və mesajlar verirdi və bu artıq Putin səviyyəsində bundan narahat olduqlarını, eskalasiyanın genişlənəcəyini, ABŞ-la Rusiya arasında münasibətlərin pisləşəcəyini qeyd edirdilər. Yəni göründüyü kimi Amerika Birləşmiş Ştatları bir növ bu bəyanatı verməklə Rusiyaya psixoloji və siyasi təzyiqlər etdi və həqiqətən də onun nəticələri oldu. Bu günləri Rusiya kifayət qədər Ukraynanın şərqində yalnız lokal irəliləyiş əldə edə bilər, cəbhənin bir istiqamətində, amma Ukraynada bir istiqamətdə irəliləyiş əldə edilir və demək olar ki, qüvvələr bərabərdir və bir çox hallarda Ukrayna Rusiyanı üstələyir. Və Amerikadan da çox güclü silahlar Ukraynaya gəlir, Avropa ölkələri verir və artıq Rusiya tərəfi bunun çətin olduğunu bilir, anlayır. Ona görə də Volodymyr Zelenskinin Ağ Evə artıq çatmamış Vladimir Putin, Donald Trumpa zəng açması təbii ki, Moskvanın Ağ Ev qarşısında müəyyən qədər geri addım atmasına gətirib çıxartdı. Təbii ki, biz gözləyirdik. Hətta sizin studiyada da mən demişdim ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ilin axırına kimi Rusiya təzyiqlər edəcək ki, danışıqlar masasına əyləşsin və güzəştə getsin. Artıq Alyaska görüşündə gördük ki, Putin həqiqətən də güzəştə getmək istəmir və eskalasiyada maraqlıdır. Amma bu günləri Rusiya iqtisadiyyatında çətinlikləri, Ukraynanın hücumları, onun enerji infrastrukturuna, həmçinin Krıma hücumlar Rusiyanı kifayət qədər zəiflədir və mən düşünürəm ki, bu danışıqlar təbii ki, Donald Trumpın da ürəyincədir və bunlar Macaristanda, hətta Ukraynaya qeyri-dost olan bir ölkədə bu görüş keçirilir. O özünü bacardıqca qəhrəman kimi hiss eləmək istəyir üstün dünya üzrə. Bəli. Mən düşünürəm ki, Avropa İttifaqı təbii ki, belə bir görüşdən hələ ki narazıdır. Çünki Avropa İttifaqı hələ ki müharibənin davam etməsində maraqlı görünür. Amma Donald Trump bilirsiniz ki, atəşkəsdə maraqlıdır, sülhdə maraqlıdır. O bir növ sülh missiyasını həyata keçirən 21-ci əsrdə bu missiyanın ən uğurlu lideri kimi tarixdə qalmaq istəyir. Çünki onun həm Qəzza samiti, Azərbaycan-Ermənistan məsələsində, Pakistan-Hindistan məsələsində, yəni hara gedir deyir ki, mən sülh gətirəcəm. Tamam, sülh gətirir, Ukraynada da sülh gətirsin, amma çox çalışdı. Bir də ki, sülhün gətirilməyi maraqlıdır ki, kimin itkisinə və kimin razılığına səbəb olacaq. O məsələ də var. Təbii ki, Ukrayna burada məğlub ola bilməz. Ukraynanın Rusiya güzəştə gedə bilməzlər. Ukraynanın Rusiya güzəştə getməsi Amerika Birləşmiş Ştatlarının Rusiya qarşısında məğlubiyyəti deməkdir və Amerikanın fövqəli dövlət statusunun itirilməsi deməkdir və Rusiyanın fövqəli dövlət olması deməkdir. Məsələn, Vladimir Putin də bunu istəyir. Ona görə də mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları Rusiya güzəştə getməyəcək. Təbii ki, əvvəllər Donald Trump güzəştə getmək istəyirdi, amma Amerika Birləşmiş Ştatları Donald Trump deyil ki, Amerika Birləşmiş Ştatları oturuşmuş bir imperiyadır. Onun sistemi var və prezident onun strateji siyasətini, prioritetlərini dəyişə bilməz. Ona görə də Amerika Birləşmiş Ştatlarının prezidenti hazırda Amerikanın ənənəvi siyasətini davam etdirir və kifayət qədər Putini küncə sıxışdırır. İqtisadi sanksiyalarda, hətta Hindistan da Rusiyadan neft alışını dayandırdı. Bu Rusiya üçün ölümcüldür, iqtisadiyyatı üçün. Mən hesab edirəm ki, Budapestdə görüş keçiriləcək. Amma təbii ki, çətindir. Putinin indiyə kimi güzəştə getməyib. Və əgər güzəştə gedəcəksə Ukrayna məsələsində, bu Ukraynanın da maraqlarına cavab verə bilməz. Hansı güzəştlərlə gedə bilər? İndiki şərtlər daxilində atəşkəsə gedilərsə, bunda Ukrayna da maraqlıdır. Ukrayna prezidenti dəfələrlə deyib ki, indiki xətt üzrə qoşunlar durduğu yerdə atəşkəs sayılır və danışıqlara başlanılır. Ümumiyyətlə, Məhəmməd bəy, Budapest görüşü öncəsi Rusiya və Amerikanın ritorikasında müəyyən yumuşalmalar hiss olunur. Sizcə Trumpın geri dönməsi Qərbin Ukrayna siyasətini dəyişə biləcəkmi, onun təsiri ola biləcəkmi? Yox, mən düşünmürəm ki,
dəyişəcək. Donald Trump təbii ki, 20 dəqiqə əvvəl o çox xoş, mülayim sözdür, amma Putin əleyhinə ondan ən sərt söz deyən lider olmayıb. Yəni düşünürəm ki, bu Trumpın öz strateji baxışıdır, strateji siyasətidir. Ona görə tam etibar eləmək olmur Donald Trumpa. O böyük bir imperiyanın prezidentidir və dediyim kimi onun üçün ən artıq amil Amerikanın maraqlarıdır. Amerikanın iqtisadi maraqlarıdır. Ona görə də Budapeşt görüşündə Amerikanın Rusiyaya güzəştə gedəcəyini gözləmirəm. Yəni indiki mərhələdə. Bəs Məhəmməd bəy, indi istəyərdim ki, Cənubi Asiyaya, Pakistanla Əfqanistan sərhədindəki gərginlik bilirik ki, səngimir. Hətta rəsmi açıqlamalarda bu lokal toqquşma adlandırılır. Sizcə bu yeni müharibənin başlanğıcı ola bilərmi? Bu lokal qarşıdurma deyil. Bu qarşıdurma ta 1947-ci il, 48-ci ildən Pakistanın yaranmasından sonra bu qarşıdurma davam edir. Çünki Pakistanla Əfqanistan arasında sərhəd xətti, duran xəttini Əfqanistan hökumətləri indiyə kimi tanımır, Taliban da tanımır. Təbii ki, bu Əfqanistanla Pakistan arasında münaqişənin əsas ocağıdır. Yəni əsas fundamental problemdir. Çünki 1893-cü ildə İngiltərənin o vaxt Xarici İşlər naziri Hindistan müstəmləkəsi dövründə Pakistan Əfqanistandan bu sərhəddi çəkib. Demək, Əfqanlarda bilirsiniz, puştunlardır, onlara biz Əfqan deyirik. Onların daha çox hissəsi Pakistan ərazisinə qalıb, az hissəsi Əfqanistanda. Əfqanistanda Talibandır, Pakistanda da oradakı Əfqanların dırnaqarası hüquqları uğrunda mübarizə aparan Təhriki Taliban Pakistandır. Bunda Taliban hərəkatı indiki Kabulda ona ev sahibliyi edir, siyasi dəstək verir və bunu da Pakistan qəbul etmir. Təbii ki, amma burada əsas məsələ Amerika Birləşmiş Ştatlarına Çinin geosiyasi mübarizəsidir, rəqabətidir. Çünki Çinlə Əfqanistan arasında çox yaxşı iqtisadi əlaqələr var. Hətta Amerika prezidenti Donald Trump ötən günlərdə Əfqanistandakı Bagram aviabazasını Talibandan tələb etdi. Çünki o Çinə qarşı bir platformdur, böyük aviabazadır. Əfqanistan şimal-şərqində Çinə yaxın ərazidə istiqamətindədir həmin aviabaza. Amma Taliban onu qəbul eləmədi, rədd etdi. Donald Trump da Talibanı hədələdi. Və bir neçə gündən sonra Pakistan baş naziri hörmətli Şahbaz Şərif Ağ Evdə qonaq oldu, onlar görüşdülər və həqiqətən də Trumpla da Şahbaz Şərifin münasibətləri yüksək səviyyədədir və növbəti mərhələdə Pakistanla Taliban Əfqanistan arasında müharibə başladı. Bu sadəcə olaraq Çinin maraqlarına cavab vermir. Çinin Pakistanla da münasibətlər yaşadır, amma Pakistan Əfqanistan deyil, Pakistan da daima öz milli maraqlarını qoruyur. Amma konkret olaraq burada əsas problem təbii ki, Taliban rejimidir. Taliban rejimi Pakistanda da Təhriki Talibanı orada hakimiyyətə gətirmək üçün onlara lojistik dəstək verir, siyasi dəstək verir. Pakistanda terrorun həyata keçirilməsində Təhriki Talibandan istifadə olunur. Ona görə də düşünürəm ki, fundamental problem olmaqla yanaşı burada baş verən bu müharibə konkret olaraq geosiyasi toqquşmadır və bu növbəti mərhələdə geniş miqyaslı müharibəyə də gətirib çıxarmaq ehtimalları var. Bax, bu haqda da istəyərdim soruşmaq ki, ümumiyyətlə bu qədər qaynar nöqtə arasında yeni bir, elə bir ki, müharibəyə hazırdırmı? Allah uzaq eləsin, amma sanki 3-cü dünya müharibəsini aparır. Biz 3-cü dünya müharibəsini yaşayırıq. Baxın, bilirsiniz, hər əsrin müharibə nizamı var, qayda qanunları var. İndi biz qayda qanun deyirik, amma müharibədə qayda qanun olmur. Amma baxın, Rusiya-Ukrayna müharibəsi kifayət qədər böyük geopolitik qarşıdurmadır. Yaxın Şərqdə Həmasla İsrail arasında, Yəməndə Husilər, İsraillə İran arasında müharibə, həmçinin Hind-Çin yarımadasında Kamboca ilə Tayland arasında müharibə, hətta Tayvanla Çinin əgər müharibəsi başlasa, Çin Tayvana hücum etsə məhz Çinlə Pakistanla Əfqanistan müharibəsi fonunda Amerika Birləşmiş Ştatları bu prosesi idarə edib, Çinə ciddi təzyiqlər etsə, Çin Tayvana hücum etsə, təbii ki, bu Hind Sakit Okean periferiyasında Amerika-Çin müharibəsini də gətirib çıxara bilər. Təbii ki, indi proseslər 3-cü dünya müharibəsinə gedir. 3-cü dünya müharibəsinin tam baş verməsi üçün
gərək Amerika-Rusiya toqquşa və ya Amerika-Çin toqquşa. Onda qlobal səviyyədə geniş miqyaslı müharibə baş verə bilər. Amma indi bu 3-cü dünya müharibəsi lokal qarşıdurmalarıdır, regional qarşıdurmalarıdır. Təşəkkür edirik Məhəmməd bəy, ətraflı siyasi şərhinizə görə. Nəzərinizə çatdıraq, gəlir tamaşaçılar.